Əziz dostlar, Səsli Küylü, Haylı Küylü proqramımızın son hissəsinə gəlmişik və son söz vermişdik. Söz vermişdik ki, bütün sualları olan tamaşaçılar yaxın əyləşsinlər ekrana. Çünki çox vacib bir qonağımız var. Sərdar, buyur. Bəli, qonağı təqdim edeyim. Demək, qonağımız İnnovativ Endokrin Mərkəzinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru və ali dərəcəli endokrinoloq Aytən Babaxanovadır. Aytən xanım, xoş gəlmişsiniz. Xoş gününüz olsun. Sabahınız xeyir, doktor. Təşəkkür edirəm efirə dəvət etdiyi üçün minnətdaram. Lazımsınız bizə. Bilirsiniz nə qədər mesajlar gəlib səhərdən. Elə Sərdar, sən sualları keçməmişdən əvvəl söz vermişdik ki, tamaşaçılarımızın bir neçə sualını qeydə aldıq. Elə birbaşa. Gəl biz belə eləyək ən yaxşısı. Çünki sonra Aytən xanım sözün yarıda saxlamayaq deyə. Əvvəlcə sorğunu verək efirə. Sorğuya baxaq, davamında başlayaq suallarımıza. Əziz dostlar, sorğunu izləyirik. Arıqlamaq üçün nə edirsiniz? Arıqlamaq üçün doğrusu məşqlə ancaq gəzirəm. Yəni hər axşam gəzirəm, başqa heç nə, yəni çünki vaxtım olmur. Yemək çox da yeməkdə, biraz pəri saxlayır o qədər. Bir də yəni çox gəzinti idi ora bura. Ona görə. Birinci növbədə normal qidalanmaq. Məsələn, yaşlı nəsil üçün axşam saat 7-8-in yarısı. Səhər yeməyi 8-in yarısı 8. Günorta yeməyi 1-2. Gün ərzində 4-5 kilometr piyada gəzirəm. Arıqlamaq üçün pəhriz saxlayıram, sağlam qidalanmağa üstünlük vermişəm, idman eləyirəm. Yəni, haradasa bir 2 ay ərzində 15 kiloya qədər çəki vermişəm. Əsasən də sağlam qidaya üstünlük vermək lazımdır. Sağlam qidalanmaq lazımdır. O məmulatlarından az istifadə eləmək lazımdır. Və mütəmadi yerimək, yürüyüş etmək lazımdır. Camış yağı yeyirəm, gətirirəm. Biraz bahadır yeyirəm də, başqa çara yoxdur. Palmalı yağı, qatlan yağları yemirəm. Əgər həyatın sənin qane eləyirsə səni hər tərəfli, uşaqların, evin, ailən, onun heç bir fərqi yoxdur ki, ağırsan, yüngülsən, ümumiyyətlə öz həyat tərzinə fikir verməlisən. İdmanla məşğul oluruq, çalışırıq ki, çəkimiz artmasın müəyyən qədər. Çünki xəstəliklər də öyrənir. Yeməyə diqqət etmək lazımdır. Çox çalışıram ki, az yeyəm. Məsələn, gündə 2 dəfə yeyirəm. Eyni zamanda çox hərəkətli oluram. Gəzməkdə oluram, gəlməkdə. Deyirlər ki, idmanla məşğul olmaq lazımdır. Mən ömrü boyu idmanla məşğul olmuşam. Ən nəhayət idmandan uzaqlaşandan sonra 24 kilo kökəlmişəm. 72 kiloda Respublika çempionuydum, amma indi heç nə. Məsələ kök arıq olmaqda yox, sağlam olmaqdadır. Əlbəttə ki, arıq olan adamın enerjisi də çox olur. Onun düşünmə qabiliyyəti də yaxşı olur, hərəkətləri də. Biz indi nəvələrimizə lazımıq. Ona görə özümüzə baxmalıyıq. Əlbəttə ki, şirniyyat çalışıram ki, bişirməyim evdə, çörəyi az yeyim. Özümlə məşğul olum. Sağlamlıq cəhətdən arıq olmaq, bəli, xoşbəxtlikdir əlbəttə ki. Hərəkət yoxdur da, yəni hələlik bu yola veririk gedir də. 120 kilo hələlik qane eləyir, hələlik. Gündəlik 7-8 kilometr gezirəm də, 1-2 aslan qabaq düşürəm. Yəni, bazardığım qədər yolumu uzatmağa çalışıram ki, biraz aktivliyəm elə gəlsin. Hər səhər bizim yanımızda meşə parkı var. Ən azı 5 kilometr yol gedirəm, eləyirəm. Yeməyimə də fikir verirəm. Çalışıram ki, hərəkətdə olum. Fiziki hərəkətdə, fiziki iş görüm. Bunun hesabına müəyyən qədər sağlamlığını artırmaq istəyirəm. Məncə ən praktik iş budur. Yaşdan asılı olaraq diyetanda gözləmək lazımdır. Çünki bədən zəifləyir, həzm prosesi müəyyən qədər çətinləşir. Buna görə də yəqin ki, diyetanda gözləmək daha əlverişlidir. Xüsusən yaşlılar üçün. Doktor, gördünüz, nə deyirsiniz? Özü də bir məqamda diqqətinizə çatdırım ki, elə komandamızdan da bunu müzakirə edirdik ki, ümumiyyətlə bizim elə bir kodumuzda, genimizdə bizə xas olan bir şeydir ki, biraz hamımız elə bir ki, ətli canlı olmalı. Xırdamırda deyilik, yəni böyük mənada əksəriyyət. İncə-mincə də deyilik. Bilirsiniz necə, fikrimi söyləməmişdən öncə bir tarixə yada salaq. Tarixən, həmişə dolu xanımlar tarixən. Bax, köhnə bir Leonardo da Vinci əsərlərinə baxın, görün qadınlar necə təsvir olunubdur, düzdürmü? Bəli, bəli. Bir müddət keçir, ifrat arıq insanlar qəbə düşür. Haradasa bir 40-cı, 50-ci illər, o 60-cı, 70-ci illər, məsələn, həmin dövrün məşhur Safilərin, səhv etmirəmsə, Audrey Hepburn, məsələn, onlar daha incə dəbə düşür. Bir müddət gəlir,
manikenlər, 90-cı illərin manikenlərini yadda saxlayın. Yenə də arıqlıq dəbə. 90-60. Hal-hazırda orada mən çox qulaq astım. Orada bir xanımın sözü var idi. Mənim üçün sizin estetik görünüşünüz yox, hansı çəkidə sağlamsınızsa, həmin çəkidə olun. Yəni, əgər, baxın, məsələn, bizim vaxtlarımız var idi, biz uşaqları topuş xoşlayırdıq. Ay topuşdur, ay şirindir. Hamımız, yəni düzdür, biz Azərbaycanlıq və hər bir valideyn, nənə, baba çalışırdı ki, uşağını daha doğulu eləsin ki, bu bir növ qoy deməsinlər ki, bu uşaq evdə heç də yemir. Var idi axı bizdə belə, biz nəyə onu gizlədək? Amma belə deyək, baxın, mən bir həkim kimim. Görün, piylənmə. Müalicə olunmayan halda hansı xəstəlikləri gətirib çıxardar? Baxın, şəkərli diabet, əsrin bəlası 1. Piylənmə müalicə olunmadır, sonsuzluq. Sonsuzluq yoxdurmu indi? Görün, baxın, çoxdur, tamamilə doğrudur. Bizim əvvəlki dövrünə müqayisədə bir baxaq. Bizim belə bir şey var idi kimi, məsələn, kiminsə xalası qızının uşağı olmurdu, dayısı qızının. Amma indi baxın, hər nəsildə övladı gecikən ailələr çoxdur. Düzdürmü? Sonsuzluğu dedik. Üçüncüsü, ürək-damar xəstəliyi. Ürək-damar xəstəliyi bəyəm yaşlılardadırmı? Eşitmirsinizmi? Baxın, xəbərləri aparan bir aparıcısınız və siz daha çox insanlarla, nə mənada, daha çox məlumat alırsınız. Eşitmirsinizmi? Cavan bir insan ürəyindən tutub getdi. Çox cavanlaşıb o ölümlər. Tamamilə doğrudur. Tamamilə doğrudur. Cavanlaşıbdır. Bunu qoyuruq bir qırağa. Və onkologiya. Onkologiya çox böyük bir bəladır və piylənməsi olan, müalicə olunmayan halda baxın, bu xəstəlikləri gətirib çıxardır. Ona görə biz şəxsən piylənməni gözəllik yox, piylənmə xroniki qeyri-infeksion nə deməkdir? Bir-birindən keçməz, amma xəstəlikdir. Qeyri-infeksion, biz onu adlandırırıq iltihabi xəstəlik. Aytən xanım, üzr istəyirəm, kök piylənmə və arıqlama arasında bir mövqedə var. Axı biz ona ətli canlı deyirik. Balıq ətli də deyirlər, təzə. Tamamilə doğrudur. Daxil olub bizim danışığımıza. Gəlin belə deyək də. Birincisi, əgər efir arxasında məsələn indi izləyən varsa, düzdür, metrəmiz yoxdur, metrəmiz də olsaydı, metrəni götürürük. Ümumiyyətlə, yadda saxlayaq ki, bel çərçivəsi deyilən bir qeyd edirəm. Bizim bel çərçivəmizi ölçərik, hələ lap efir qutarandan sonra. Xanımlarda 82-dən yuxarı olmamalı, 82-dən yuxarı olmamalı, bəli. Amma bir hal var. Ana olan xanımlarda təbii ki, onu idealda saxlamaq olmur da, düzdürmü? O bir mənalı dəyişir və əgər bəylərdə 94-98-dən yuxarıdırsa, artıq bu bir siqnaldır ki, sizin pi toxumanız burada yox, qaraciyərin üzərində tamamilə doğrudur və damarlarda toplanıbdır. Elə insanlar var ki, baxırsınız, qolları iri, məsələn, çanağı iri, amma beli incə. Onlar ən xoşbəxt insanlardır. Çünki biz qorxuruq abdominal piylənmədən. Qarın bölgəsində, qarın bölgəsi, abdominal piylənmə, bax, bu dediyim xəstəliklərdə daha rahatdır. Bəli. Və ona görə belə bir tanınmış bir aktrisadır və düşünürəm onu çox bir Monika Bellucci. Onu çox insanlar, bəli, nə deyək, onu xanım da bəyənir, qadınlar da, kişilər də. Məsələn, o xanımın bir bədən quruluşuna fikir versəniz, görərsiniz ki, pi toplanması məhz çanaq nahiyəsində toplanır. Qum saatı forması deyirlər. Bəli, və o cür bədən quruluşuna malik olan insanlarda xəstəlik daha azdır. Amma kimdəsə abdominal, o bizdə deyirik ki, o kişilərdə abdominal qarın bölgəsində baxırsan ki, var və yaxud da ki, xanımlarda deyirlər ki, doktor, baxın, əlim arıqdır, ayağım arıqdır. Qarın. Bəli, abdominal deyirik də biz. Doktor, buradan bir sual yarandı. Bu irsi gedir də o zaman. Çünki biz axı bədən fakturamızı, formamızı özümüzdən əvvəlki nəslimizdən götürürük. Deməli ki, bu xəstəliklər də irsi gedir. Qabağını ala bilirsinizmi onda? 100%. İndi gəlin belə deyək də, tamamilə doğru deyirsiniz. Genetika deyilən bir şey var. Hər bir nəsildə fikir vermişsiniz. Baxırıq ki, bu nəsil hamısı incədir. Arıq elədilər də, yəni biz nə? Və yaxud da ki, baxırıq xala, bibi, dayı, hamısı
Hamısı artıq çəkilidir. Ağır çəkilir. Özdə siz onları qınamayın ki, onlar artıq yeyirlər. Onların strukturu budur. Bax, biz efirdən öncə danışdıq. Adam var, bir qazan makaron qoyar yeyər, kökəlməz. Adam var, brokoli yeyər və Bəli, bu da bir bəladır. Suallarımız da var. Bəli. Və mən istərdim burada bir vacib sualı verək. Azərbaycanlılar, bizim adamlar ən çox nədən kökəlir? Bundan başlayar. Ən çox bizi kökəldən səbəb hansı? Təbii bir neçə səbəb deyəcəksiniz, amma istərdim ki, ən çox hansı? Bilirsiniz necə? Mən bir söz deyim. Hər halda indiki Azərbaycanlılarla hər halda 20 il öncəki bir deyil. 20 il öncəki bir köhnə bir arxiv fotolara baxsaq, qadınlarımız necə idi? Baxın, indi bizim hər halda yaşımızı 30-40'lar üzəri həmin dövrlərdə xanımlarımız necə idi? Dolu idi. Amma indi siz 40 yaşla 25-30 yaşı ayırt edə bilərsinizmi? Mümkün deyil. Ayırt edə bilmərsiniz. Yəni, daha baxımlı olublar və çəkini artıran hamısı bilir. Kimdənsə soruşsan deyəcək ki, çəki nəyin hesabını artırır? Bəli. Birinci, ağ nə gördüsə, duzdan başqa. Hələ duz da ona təsirdir. Ağ şəkər tozu, ağ un. Harada ikinci sort qara gördüsə, baxın, bir vaxt var idi, ağ daha baha idi. Düzdür. İndi girin, görün hansı bahadır. Bir də qara şəkər də indi daha dəbdədir, bahalıdır. Bəli. Bir qiymətlər fərqinə tamamilə doğrudur. Bir 15 il bundan öncə marketə girin, qiymətlərə bax, qiymətlərlə ağ daha bahalı idi. Amma indi ağ daha ucuzdur. Və ikinci sort, harada kəpəkli ikinci sort gördüksə, harada doğal, təbii, o rayon, bəzən sual verirlər ki, mən rayonu haradan alım? Mən başa düşürəm, amma biz sizə deyirik. Biz nə istəyərik? Təbii ki, biz istəyərik kənd yumurtası, biz istəyərik. Ət ümumiyyətlə adamı kökərtmir. Bizim Azərbaycanlılar ətə çox meyillidirlər. Xoş duyuruq da, yəni... Amma ətdən başqa 50 dənə də şey qatdırıq da, doktor. Yağın içində, quruğun içində soğanı qızardırıq. Bu azmış kimi. Kartofu da qızardırıq yağın içində, sonra əti qoyuruq yanına. Sonunda çörəyi belə sıyırırıq. O bilsiz necə? O bizim tamamilə doğrudur. Tamamilə doğrudur. Həkimiz istəyirəm, belə buradan davam eləyəcəyik. Tam qaldığımız yerdən, o çörəklə seçdiyimiz yerdən. Amma etiraf eləyək ki, elədim. Tamam, razı. Proqramımızda çox qısa fasilə var. Kanal dəyişməyin çox maraqlı yerdə qalmışıq, əziz dostlar. Bir daha sabahınız xeyir olsun və bunu 3 saat əvvəldən və 3 saat ərzində elə anons edirdik ki, çox vacib, savadlı və üstəgə çox pozitiv bir qonağımız var ki, çoxunu narahat edən bu piylənmə məsələsi, kökəlmə məsələsi, hətta arıqlama məsələsində də bir ziyalı mövqeyi, peşəkar mövqeyi sərgiləyir. Aytən həkimdir, nömrəsini görürsünüz. Əgər hər hansı bir müraciətiniz varsa, müəyyən problemləriniz varsa, çözə bilmirlər. Bax, Aytən xanıma müraciət edirsiniz və qısa zaman ərzində peşəkarcasına, bu arada deyir sizi çay içəyək, dərman ataq, neynəyək, arıqlayaq, qətiyyən eləməyin onları. Peşəkar həkimə yanaşmaq lazımdır ki, yalnız o müdaxilə eləsin. Yeri gəlmişkən, doktor səhərdən bizə yazırlar, o sualları da qeydə almışam. Tamaşaçılarımızdan biri yazmışdı, 1.70 boyum var, 100 kilo üzərindəyəm, yəni plusdur. Yazıb ki, su belə içirəm, kökəlirəm, nə eləməliyəm? Dəyərli izləyici, ümumiyyətlə piylənmə xəstəlikdir. Əfsus, təkcə buradan məsləhət verməklə tutalım, hərəkətinizi artırın. Su içirsə o deməkdir ki, demək olar ki, pasiyent son zamanlar yemək kalorisini çox həddən artıq aşağı salıbdır. Və orqanizm necədir? Orqanizmdə belə bir xüsusiyyəti var. Qida qəbulunu azaldıqca mübadiləsi zəifləyəcəkdir. Yəni, bax, saatı müqayisə eləsək, tik-tak belə gedirdisə, yeməyi azaldan pasiyentin, insanın mübadiləsi tik-tak getmir. Və orada çox güman ki, farmakoterapiya müdaxilə olunmadan əfsus çəkini salmaq mümkün deyil. Doktor, bunu bir də qeyd edək ki, yəni dərman vasitələri köməyi ilə arıqlamalıdır. Bu, qəbul edən olan insanlar, amma həkimin yazdığı dərmanlardan mütləq şəkildə. Doktor, bir də onu da qeyd edin mütləq ki, o insanlarımız əllərinə nə keçir dərman, onu içirlər ki, filan xəstəyə filan həkim yazmışdı o dərmanı, filan kəs arıqladı, mən də arıqlayım. Axı, biz bilirik bunun analizini keçmək lazım. Necə olur bu prosedur? Onu da bir deyin. Mən çox xahiş edirəm.
Bax, elə bir hallar olubdur, bir pasiyentimizi arıqlatmışıq və o qonşusu alıb öz başına edibdir və çox ağırlaşmış bir nəticələrlə xəstəxanaya gəlmişdi. Biz dərman təyin etmək üçün pasiyenti müayinə etməliyik və onun laborator dəyərlərini ayırt edəndən sonra biz qərarlaşdırırıq ki, buna dərman olar, olmaz. Yəni, siz getdiniz aptekdən bu dərmanı aldınız və yaxud da ki, hər hansı bir çay, kofe, məsələn, belə bir arıqladıcı, həblərdir. Dəyərli izləyicilər, valla dəyərli aparıcılarımız, həqiqətən o nədir? Mən həkiməm, mən elmi dərəcəsi bu yolda olan bir insanam, yəni mütəmadi olaraq öz üzərində çalışan bir insanam və mən bilmirəm onlar nədir. Tərkibini bilmirsiniz. Valla bilmirəm və onlar ümumiyyətlə yoxdur, təbabətdə yoxdur, araşdırıram, baxıram. O qədər olur ki, zəng vururlar ki, məsələn, reklam məqsədi ilə siz onu eləyin. Məsələn, reklam eləyin, tanınmış həkiməm, xəstələr alsın. Nüfuzunuz var, sizə inanırlar. Mən deyirəm, axı, mən bunu özüm, mən bilmədiyim bir şey, mən o vaxt onu məsləhət bilə bilərəm ki, mən onu öz yaxınıma məsləhət görüm. Və onlar haqqında o dediyimiz çaylardır, kofedir, mən bilmirəm nədir. Bunu sırf həkim, endokrinoloq və öz üzərində işləyən bir həkim kimi çatdırıram. Çox təşəkkür edirik bu açıqlamaq üçün. Çox vacibdir. Bir daha nömrələri görürsünüz ekranlardan. Çağırışı mütləq eləməlik və borcumuzdur. Həkim də dedi, bax o çaylardır, həblərdir, kofelərdir, istifadə etməyin. Çünki onların mənşəyi də, mənbəyi də, tərkibi də bəlli deyil. Bu siyahıya biz qida əlavələrini də əlavə edə bilərim. Yəni bunların kökəlməyə təsiri necədir? Qida əlavələri deyilir. Mən düzdür, mənim ümumiyyətlə məlumatım yoxdur bu sayədən. Sadəcə eşidirik hər gün efirdən, radiolardan. Çox güman ki, qida əlavəsi badlar, belə badlar adı ilə dərman da ola bilər. Məsələn, yəqin çox güman ki, elementləri nəzərdə tuturlar. Son zamanlar sink içirlər daha çox, sink, xrom içirlər, vitamin D, B12. Hamısı, ham içir özü də. Bir söz deyim sizə, bunlar bad yox, bunları, məsələn, mən endokrinoloqum. Mən şəkərli pasiyent xəstələrində onların sinirlərini müalicə eləmək üçün yüksək dozada B12 verirəm. B12 vitamindir, düzdür, elə deyirlər. Amma biz onu müalicəvi doza yazanda biz onu müalicə edirik. Onun sinir damarlarını bərpa edirik. Biz onun qanqrenasının qarşısını alırıq. Və vaxt var idi demişkən, onlar öz başına içiləcək dərmanlar deyil. Onlar elementdirlər. Onlar bad deyil ki, gedib aptekdən özünüz kör-köranə alasınız. Çünki onun da dozası var. Onun, yəni, siz gedib alacaqsınız elə bir dozada ki, elə bilin ki, dənizin içinə bir damcı su atırsınız. Sizə xeyir olmayacaq. Və yaxud da ki, gedib elə bir doza ala bilərsiniz ki, sizə ziyan olar. Demirlər, artıq olanda böyrəyə təsir edə bilər. Yəni, yenə də onu həkim təyin etməlidir. Amma düzgün təyin olunsa, bax, o bir sir deyil. İnsanın elementləri düzgün olarsa, D-dir, kalsiyadır, B-dir, insan gözəl olar, uzun ömürlü olar və çox yaşayar. Çox yaş, hətta. Bəli, elementlərin ümumiyyətlə, baxın, Covid vaxtı yadınızdadırmı? Covid vaxtı. D-ni vaxt var idi, ümumiyyətlə həkimlər qəbul etmirdilər. Uşaqlara verilən vitamindir. Mənim yadımdadır ki... Raxitliyə qarşı deyirdilər, doktor. Ondan başqa qəbul olunmurdu. Amma indiyə kimi yadımdadır, reanimasiyada Covid vaxtı D-ni flakonlarla içirdirdilər və biz nə gördük? Həqiqətən D-si olan adamlarda ağırlaşma olmadı. Biz onu kliniki olaraq praktikamızda gördük. Deməli, elə öyrənməli çox şey var. Bəli, bəli. Yəni, onlar təkcə vitamin deyirlər. Onlar başqa bir dəryadılar, amma gedib aptekdən özünüz alacaq səviyyədə deyil. Olur, bəzən deyir, doktor, mənə orada vitamin D var, bax, gör, güclüsü hansıdır, ondan bir qəti. Haqlısınız, elədir. Daha sonra, bax, burada bir məsələ də var idi, bunu da mütləq şəkildə enerji dərmanları kökəldirmi? Bax, bunu da bizə tamaşaçımız yazdı. Biz açığı bilmədik nə olan şeydir. Bəlkə içkiləri nəzərdə tuturlar. Mən indi bilmədim. Aydınlıq verin. Bilmədim enerji dərmanı hansını nəzərdə tuturlar. Bu içkilərdirsə əgər. Çox güman ki, içkini deyirlər də. Yəni, enerji dərmanı elə bir şey yoxdur. Dedim, bəlkə təbabətdə var, bizim xəbərimiz yoxdur. Var, belə, necə deyim, müəyyən, bəlkə idmançı da ola bilər, o energetikləri nəzərdə tutur. Enerji dərmanları da kör-köranə içkilərə qarşı ümumiyyətlə fikirlər çox mənfidir. Onu mən indi endokrinoloq yox, onu kardioloqlar bayraq əyərlərində tutublar ki, nə danışırsınız? Baxın, bax, bu cavan oğlanlardır. İdmanla məşğul olurlar. Buradan həmin o içkilər və idman. Ürək
eşitməmisinizmi? Getdi, idmanla məşğul oldu, ürəyi yatdı həmin yer. Düzdür. Bəli. Hə. Ona görə onlara qarşı mən o qədər üzərində dayanmıram. Yəni çünki mənim pasiyentlərim endokrinologiyada da daha sağlam pasiyentlərdir özlərinə baxanda. Amma kardioloqlar onu əllərində tutublar ki, olmaz. O ürək damarınızı gedirsiniz, məsələn, idmanla məşğul olmaq istəyirsiniz və yaxud ki, içki içmək istəyir. İnsanıq da deməyimizə baxmayır. Mən o fast food yemirəmmi? Ola bilər həftədə bir dəfə. 90% sağlam qidalanıram. Amma insanıq da gedib həftədə bir dəfə fast food da yeyə bilərik. İçkidə, məsələn, qazlı içkilər, qazlı da içə bilərik. içkilər. Əlbəttə, yəni insan deyirikmi? Yəni əsas odur ki, 80%-ınız normal olmasın. Və siz içkini, yenə deyirəm, həftədə bir dəfə indi başqa bir şeydir. Amma mütəmadi istifadə edənlər var. Hətta mən bildiyimə görə günə daha çox o dediyimiz içkiləri. Ona görə əgər gənclər izləyirsə, mən düzdür, əsasən böyük yaşlı insanlarımızı izləyir, amma çox xahiş edirəm, onlar gənclərə qarşı diqqətli olsunlar. Gənclərdə ürək damar, bax bu idman zallarında ürək damar problemi çox güman ki, həmin içkilərin bir rolu var. Çox təşəkkür edirik doktor. Buyurun, buyurun. Həddindən artıq. Buyurun, Bizim həqiqətən də sizin kimi savadlı, bilikli həkimlərə ehtiyacımız var. Çünki bax insanlarımız görürsünüz kör-körənə o kapsulları, çayları arıqlayıram, kofiləri içirlər və sonda ağırlaşmış vəziyyətdə həkim axtarır ki, Aytən həkim kömək edin. Bax elə vəziyyətə düşməmək üçün ekranlarda nömrəni görürsünüz, elə birbaş Aytən həkimlə əlaqə saxlayın, probleminiz varsa yaxınlaşın, necə deyirlər, savadlı, bilikli və peşəkar dərəcədə arıqlayın. Aytən xanım, təşəkkür edirik, uğurlar arzulayırıq. Çünki sizin uğurlarınız həm də bizim əhalinin sağlam olması deməkdir. Minnətdaram. Biz sizə minnətdarıq. Əziz dostlar, gəldik çatdıq proqramımızın sonuna və sonda kök